Hörmətli vətəndaş, xahiş edirəm özünüzü təqdim edin. Mən Sarıyeva Firuzə Hakim qızı, Kəlbəcər rayonu məcburi köçkünüyəm. Danış, tamam. 1983-cü ildə Kəlbəcər rayonu Yelizə kəndində dünyaya gəlmişəm. 3 evladım var. Biz 5 ayda Əsgəran rayonunda məskunlaşmışdıq. Ona görə ki, bizim evimiz yoxdur. 2019-cu ildə evimiz yandı, heç bir yerdən kömək görmədik, dəstək görmədik. Elə o gündən bu günə o qohuma sığınıb, bu qohuma sığınıb 3 evladımla bir yerdə qalmışam. Çobansılığa getmişik, birinin malını götürüb yatağa getmişik. Yay olanda dağa getmişik. Bu ildə uşağım orada işləri üçün böyük oğlum Zahir Zahir Əsgərana getmişik. Oranın da nümayəndəsinin də xəbəri olub, onların icazəsi ilə gətirib adımıza Soçikdə asıblar, sayğacı asıblar. Bizə heç bir söz deməyiblər ki, sizi biz çıxardacağıq buradan. Ki biz də bilək ki, bunlar bizi çıxardacaqlar. Mənim də qalmağa yerim yoxdur, yaşamağa yerim yoxdur. Dünənə qədər, dünən Şuan bir əskəri təqsirləşmə müharibədə bir əskəri təqsirləşmə. evladım, balaca oğlum o dəqiqə hal-hazırda Füzuli rayonunda birinin əskəridir. Böyük evladım 44 gün müharibədə iştirakçı olubdu, hərbi xidmətdə olubdu. Ortancıl oğlum xəstədir, ruhu xəstə, psixoloji xəstədir, iş gücü qüvvəsi yoxdur, heç bir yerdə işləmir. Mənim himayəmdə, böyük qardaşım himayəsindədir. May ayının 14-ü 2025-ci ildə polislər tərəfindən, nümayəndələr tərəfindən hücum elədilər bizə. Nümayəndə Zahidin göstərişi ilə, Xocalı rayon rəisi Zaharın göstərişi ilə bütün şöbənin polisləri, iki ana balanın üstünə hücum elədilər. Bütün şöbənin polisləri məni sürüdülər, yerlərlə bir elədilər. Çöl atmaq üçün erməninin evindən ötürü. Erməninin evinə gelib sığınmışam. Erim yurdum olmadığı üçün. Evladım da gözümün qalağında onlara heç nə eləyə bilmədi. Mən onlardan kurtarmaq üçün öz canına qəsd eləyib, özünü doğradı, özünü yaraladı. Götdülər, apardılar evladımı 2 saat şöbədə saxlayıblar. Qandala vurulub olmuşlardan maraqlı. Qandala vurub, mənim uşağımı yaralı tuluyublar arxaya, orada gəlib təzik göstəriblər. Ağızlarına gələn deyiblər, orada da nervlədiblər, başını vurub, orada dağıdıbdı. Sonra aparıblar Xan kəndinə özlərinin də, hamısı öz əlbirdilər, həkimlərlə də, ekspertlərlə də. Onunla da bizi polislər üstümüzdə durdu da, bizi o yağışda, o soyuqda tökdülər çölə. Zorla canımızı qutardıq polislərin əlindən. Töyüğüm, cücəm var, kürkdədir hamısı. Tökdülər yumurtalarını, qırdılar, oralarla bir elədilər. Mən heç belə zulüm, erməni də adama belə zulüm eləməz. Onlar bizə çox zulüm elədilər. Mən inanıram ki, bizim cənab prezidentin bu işlərin heç birindən xəbəri yoxdur. Bizim prezidentimiz gəlirlər ki, prezidentin sərəncamı var, deyir, çıxmalısan. Deyirəm, görsət, biz də az, çox hüquqdur, bilirik, baxırıq. İnternetdən, televizordan baxırıq ki, prezidentin sərəncamını deşidirik. Prezidentimiz deyir, məcburi köçkünüm, qaçqınım, harada istəyir Qarabağ torpaqlarında orada məskunlaşdırın, kömək eləyin, yardım eləyin, mənim evsizim, eşsizim, qaçqınım çöldə qalmasın. Mənim də heç bir yerə gedəcək yerim yoxdur ki, gedəm haradasa yaşayam. Mən inanmıram ki, prezident deyək ki, gedin. Evi, eşiği olmayan bir ananı, ötəsində xəstə uşağı olan, oğlu 44 günlük müharibənin iştirakçısı olan, hal-hazırda bir evladı əskər olan ananı siz sürüyün, çölə atın. Bu heç bir nə haqqa, nə ədalətə, nə dinimizə sığmır, heç nəyə sığmır bu. Cənab prezident, sizdən xahiş edirəm. Rəisin mavini alırmış, başarılı baş çobanı, o biriləri. Cənab prezident, sizdən xahiş edirəm. Bizə kömək elə, mənə kömək elə, mənim səsimə səs verin. Yalvarıram, Mehriban xanım, siz də bir anasız məni kimi, siz də 3 övlad anasısınız.
Sizi evladınızın qabağında belə yerlərlə sürüsələr, sizin evladınız neyniyər? Siz bir ana kimi neyniyərsiniz? Mən bu gecəni sabaha qədər yatmamışam. Evladımın yaraları gözümün qabağından getmiyor. Polislərin ona göstərdiyi müqammətlər vurdular, yıxdılar krava. Çöldə divarın üstünə, stolu aşıttılar üstünə, qavqaşa. Qavqaşa hamısı töküldü uşağımın üstünə, gözünə qaz fıskırdılar. Benim uşağım cinayetkar değil, oğru değil. Benim uşağımın gözüne niye gaz fıskırdırsınız siz? Niye benim körpə xəstə uşağımı bu günlərə qoyursunuz siz? Biz kimdən kömək gözləyək, kimdən dəstək istəyək, biz kimdən yardım istəyək, bizim kim səsimizə səs versin? Bizi kimi, məni kimi anaların, çarəsiz anaların səsinə kim səs versin? Allah da şahiddir ki, mən çox çarəsizəm. Allah şahidimdir ki, mən çox çarəsizəm. Mənim tüyüm, cüzəmi, uşağımı onunla idarə eləyirəm, imkanım yoxdur. Mən erməninin acını, şununu gedib tapıb gətirib uşağıma çörək pişirirəm. Mənim çörək almağa da imkanım yoxdur. Polislər orada mənə əşyalar, puluyla polislər əşya orada bizə satıblar 5 ay ərzində. O əşyaları da əlimizdən aldılar. Polislər orada uğurladılar. Tanıyıram. Adlarını bilməsəm də üzlərindən bilirəm ki, hansı polislərdir o əşyaları uğurlayıb. Ora-bura gizlətdilər. Tanıyıram üzdən. Cənab Prezident, bizə kömək elə. Bizə yardım elə. Mən Kəlbəcər rayonu məcburi köşkülüyəm. Mən hara gedim? Sənin köşkünün, qaşqının hara getsin? Budumu bizim ədalətimiz? Budumu bizim qanunumuz ki, get qaşqını, köşkünü imkansızı çölə tök? Özel uran hissələrini söküb satıldı. İndi sizin əsas məsələ burada bu polislərdəndir də sizin şikayətiniz. Polislərdən bir də Nümayəndə Zahid. nümayəndə, prezidentin xüsusi nümayəndəsiyəm deyir. Özünü orada nümayəndə kimi Bura mənim deyir, bura mənim ərazimdir. deyir, bura mənim ərazimdir. Adı nədir o nümayəndə? Zahiddir, Zahid abi. Öz qəbuluna da getmişəm, mən onun qəbulunda da olmuşam. Elə bil ki, heç kimi o insan